Mingəçevir şəhərində 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Respublika miqyaslı turnir keçirilib. Yarışda 13 çəki dərəcəsi üzrə 10 şəhər və rayondan olan 200-ədək idmançı birincilik uğrunda mübarizə aparıb. Turnirdə Mingəçeviri 10 güləşçi təmsil edib ki, onlardan 5-i öz şəki dərəcələrində birinci olublar. Bu nəticə ilə Nur şəhərinin yetirmələri komanda hesabında birinci yerə layiq görülüblər. Digər komandalardan Şəmkir 2-ci, Qusar 3-cü yerdə qərarlaşıb. Qaliblər fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Əsas məqsəd odur ki, hər il məşqçi müəllimlər öz yetirmələrinin yığma komanda üzvlərinə seçilməsi üçün Respublika miqyaslı turnirlərə çıxardırlar və onlar öz seçimlərini edirlər. Qeyd edək ki, yarış Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi ilə bu qurumun nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub. Elnar İbrahimova, Fərux Qurbanov, Keysər İmanov, Mingəçevir.